Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Hacı sizi Almaniyadan salamlayır. Ekranlara yaxın əyləşin. Yenə bir neçə dəqiqə vaxtınızı alacağım. Amma maraqlı məsələlərin üstündə biz bu günləri müzakirə edəcəyik. Bildiyiniz kimi, hörmətli izləyicilər, Azərbaycan Respublikasında, yəni bizim doğma vətənimizdə TikTok sosial media platforması, yəni geniş yayıldıqdan sonra çox təəssüflər olsun ki, bu sosial media platformasında belə deyək, pul qazanmaq məsələsi olduqda təəssüflər olsun ki, bəzilərimiz pul qarşılığında şəxsiyyətimizi itirəcək qədər peşəkarıq. Ailə üzvlərimizi, övladlarımızı, körpələrimizi hansısa bir əxlaqın üzünə gülüş versin deyənə zarafat simvolizasiyası etmək üzrə peşəkarıq. Çünki nəyə görə? Həmin o qarşı tərəfdən bizim umacağımız və güdəcəyimiz bir fraqment olduğu kimi. Məsələ nədən ibarətdir? Bildiyiniz kimi, hörmətli izləyicilər, bugün Azərbaycan tiktokerlərinin 90%-i əxlaqsız, əxlaqdan maskalanaraq əxlaqsızlığı təbliğ edir. Məqsəd nədir? Səhv dedim? Bəli. Məqsəd nədir? Məqsəd cəmiyyəti zibil gününə qoymaq. Çünki bugünkü gündə cəmiyyətə savadlı kadr, bugünkü gündə cəmiyyətə savadlı gənc qəti şəkildə maraqlı deyil və lazım da deyil. Çünki belə bir söz deyim sizə, əgər tarixlərə biz nəzər salsaq, əgər bir savadlı ölkə, savadlı gənclər üzərində və savadlı insanlar üzərində, trayektoriya üzərində inkişaf edərsə, o ölkə tam demokratik inkişaf üzrə addımlayır və irəliləyər. Amma bugünkü gündə bizim ölkəmizdə savadlı gənclərin olmağı bizim ölkəmizin inkişafına ən böyük problemidir. Bizim ölkəmizdə savadlı gənclər yetişməməlidir. Bizim ölkəmizdə savadlı başdan xiyarlar yetişməlidir. Bu mövcuddur. Kimin də damarına bassan 72 funksiyasını aktiv eləyərək dövlətimə qurban olum, vətənimə qurban olum. Girib arxivinə baxsan, ya Nigodnudur, ya da ki, yəni sözün əsl mənasında dövlət və vətən uğrunda bir dənə daşı üstünə qoymayan bir insan. Və bu günləri TikTokda bizim förələşmiş milli qəhrəmanlarımız var. Bəli, TikTokda förələşmiş milli qəhrəmanlarımız. Hansısa bir TikTokerin fahişəliyini ortalığa qoysan, hansısa bir TikTokerin əxlaqsızlığını ortalığa qoysan və bu onların çoxsunun səhifəsində ən üst vəziyyətdə sabitlənmiş bir vəziyyətdədir. Nə? Xeyirxahlıq simvolik I am angel bro. Nə eləmişsən? Uşaqlar evinə getmişəm, şəhid ailələrinə yardım eləmişəm, qazi ailələrinə yardım eləmişəm, xəstələrə yardım eləmişəm, onu eləmişəm, bunu eləmişəm. Yəni daş düşsün o vəziyyətə ki, ölkənin qazisinə, ölkənin şəhidinə, ölkənin xəstəsinə, ölkənin yetiminə, yesirinə hansısa bir TikToker yardım edir. Amma həqiqətdə o yardım eləmir. O sadəcə bu kameranı açır, sizin vasitənizlə, sizin 1 manatlarınızla, iş adamlarının 100 manatları ilə, yəni onun bunun puluyla həm özü faizini tutub pöhrələnir, həm də özünü millətə Hacı Zeynəbdin Tağıyev Ultramax kimi təqdim edir. Amma reallıqda və gerçəklikdə, yəni sürdüyü Mercedes GLS-i 100 minə satıb, aparıb hansısa bir xeyirxahlaşa həyat boyu xərcləməz, ürəyi partlayır. Niyə? 07-də 4 təkərdir, 100 minlik GLS 4 təkərdir. Amma fərq var. Nə? Isolation fərqi. İşte bu görəndə mənə desinlər ki, this is what evolution. Neyse, bir balaca segmentdən yenə biraz qırağa çıxır. Bugünkü gündə TikTokerlərdə müəyyən bir progressiv bir şey olub, söyüş şiası olurlar. Yəni söyləyəcəklərini bilə-bilə, təhqir olunacaqlarını bilə-bilə və insanların gözündə alçaldacaqlarını bilə-bilə, amma nə olsun? Pul gəlsin, reyting olsun və yeni bir fobiya, məhşurluq fobiyası. Hansı bir fobiya? Aramızdan bir psixin, narkomanın biri, yəni o Orxanın Oki deyirlərdi, onun Oki Baqatlı, əslində Orxan olan. Yəni mən onun qonşusu deyirəm, amma mən məhəlləmdə böyüməyim. Mən Sudavolstin deyə bilərəm ki, dövrünün bəlkə narkomanıdır. Buna çox gözəl, bəlkə kayf eləyəndir. Nə bilim, bəlkə hal əhlidir. Yəni ayıq bir insan deyil. Çünki ayıq bir insan çıxıb internetin içində cibabomba, lebabomba, şababomba, yəni insanların ardına giz şeylər. Yəni bizim yumor vəziyyətimiz o qədər belə bir sonsuz bir həddə gəlib çatıb ki, biz ya beldən aşağı yumorla zarafat edirik, ya peysər söyüşü ilə yumoristik zarafat edirik, ya da ki bu beləntinə lataras nodarabat sözlərlə. Bəli, heç uzağa getmir. Bəli, peysər söyüşü. Bu günləri elə bir həddə gəlib çatmışıq ki, bu günləri bizim gənclərimiz peysər söyüşü ilə bir-biri ilə qəşəng zarafat edir. Yəni bu günləri bizim gənclərimiz yəni anabacı söyüşü ilə bir-birinə zarafat edir. Yəni biz o reislərdən ki, biraz geriyə çıxırıq, bir adamın bir adamla sonra düşür, yəni kişiyə qayıdır, deyir, sənin dalığı belə dağıdaram, sənin ağzına belə verərəm, nə bilim, belə eləyərəm, üzr istəyirəm ifadəmə görə. Yəni biz öz mübahisəmizi belə geistik üsullarla həll ediriksə, sorry baby, bu günləri hər hansı bir ailəvi söyüş zarafatlarında yumoristik bir vəziyyətə gətirib çatdıra bilərik.
Amma məsələ ondan ibarət deyil. Məsələ bundan ibarətdir ki, ölkənin parapsixoloji vəziyyəti tiktokerlərdən ibarətdir. Və fikir verirsinizsə, onlar öz övladlarını insanlara xalq qəhrəmanı kimi tanıtdırmaq istəyirlər. Mən həmişə demişəm, uşaq evin güzgüsüdür. Yəni övladlarınıza tərbiyə verməyə çalışmayın. Bu mümkünsüzdür. Çalışın özünüzə tərbiyə verin. Çünki siz özünüzü necə aparsanız, sizin övladınız özünü ona görə uyğun aparacaq. Bugün Raya, o tanınmış Vışşı marka Azərbaycanın demək olar ki, Sumqayıtda bək probek yazmış, probekli Range Rover Raya, RR Raya, yəni onun çox kritikaları var. Yəni Səfərin gizli Libovnik Raya, yəni Rayanın birbaşa Mamarozalığına Solimoli, yəni solmaz elib. Raya bu günə qədər hansı oğlanla, yəni hansı Libovniklə tanış olubsa, onun hamısını Solimoli tanış eləyir. Bunu bilənlər biləcək ki, Həcə hansı söhbət edir. Nəysə, bu gün Rayanın evində böyüyən uşaq, istər onun oğul övladı, istər onun qız övladı, həyatda heç vaxt xeyirli bir övlad ola bilməyəcək. Heç bir vaxt. Sabah onun oğlu da böyüyəndə, Sumqayıtda onun oğlunu eşitmişsiniz, çox maraqlı bir sualdır. Xahiş edirəm, biraz vulqar sözə yol verəcəm, üzr istəyin. Hamımızın eşitdiyi o məşhur söz, qəhbə balası. Bax, onun Raya və Rayanın timsalında olan bütün bu TikTok fahişələrinin övladlarına deyiləcək söz bax bu olacaq. Qəhbə balası. Yəni biraz sinxronizasiya eləyəcəm, qıbı. Sabah Rayanın qız övladı böyüyüb qıbı olacaq. Say Rayanın övladı qıbı olacaq. Çünki biz nə qədər qıbı olacaq? Çünki o övlad görür ki, mənim anam, yəni bilirsiniz də Rayanın qızı bu yaxınlarda evdən qaçmışdı. Sumqayıt rayon polis idarəsinin kollektivləri sağ olsunlar. Heç təxirə salınmaz əməliyyat tədbirlər planı nəticəsində onun məktəbdə oxuyan qızını tapıb Qətirə balasını təhvil vermişlər. Niyə? Anasının əxlaqsızlığına görə məktəbdə sətir altı olmuşdu, nə bilim söz altı olmuşdu, məktəbə lağ edirdilər və psixoloji depressiya keçirmişdi, evdən qaçmışdı Rayanın qızı. Yeni bir övlad evdə anasının fahişəliyini görürsə, o övlad böyüyüb Hipokrat olmayacaq. O övlad böyüyüb böyük bir nazirlidə işləyən bir şəxs ola bilər. Anası kimi getdiyi bir yoldan getsə. Çünki çox təəssüflər olsun ki, ölkədə yeni bir hiperaktiv fəaliyyət başlayıb. Ölkənin üzdən iraqlarına, ölkənin fahişələrinə, ölkənin fəxrləri ilə, ölkənin vətəndaşlarından çox hörmət qoyulur, çox büdcə qoyulur, çox sərmayə qoyulur. Bu günləri yaladım, yutdum, dik tutdum deyən Vəlizanın sürdüyü Mustang 50.000 dollarlıqdır. Araşdırma aparsaq ki, o pul ona hardan gəlib çıxıb və bugün onun bir canlı yayımı, minimal bir canlı yayımı 500 manatla qurtarır bu adamın. O da bugün alver olmadı desək, yəni adamın bir günlük canlı yayımı 500 manatla qurtarır. Yəni bir şey ki, onun ajansı azad ajans. 22-23 yaşlı bir dibələyin biri aya 10.000 manat Vəlizanın üstündən pul tutur. Bir hələ bu ajans olaraq 10.000 manat pul tutur. Və fikirləşin Vəlizanın bir canlı yayımı 500 manatdan. Okey, sual verin, Vəlizanın bir story reklamını içədir, bir post reklamını içədir. Gəlib bir obyektə eləmə ilə içədir. Hələ ən bəyənmədiyimiz Ləmanın belə şintrofkaları, belə də yəni aşağı levellər minimum 500 manata, 1000 manata gedirlər bir dənə reklama. Fikirləşin, bir dənə Vəlizar görün necə reklam edir. Və bu günləri bilirsiniz ki, ölkəmizdə Mamaroza sferası tamamilə fırlanıb götbaş, üzr istəyirəm ifadəmə görə. Bu gün ölkədə Mamaroza statuslarına petolar baxır. Vəlizar kimlər, nə bilim o Tima kimlər, Baboş kimlər. Çünki ölkənin bu günləri petoları hamısının əlində ölkənin bərk edən fahişələrin nömrəsi var. Və bu günləri Vəlizar ölkənin bərk edən Mamarozasıdır. Bunu hamınız çox gözəl bilirsiniz. Yəni bu günləri günü 500 manata işləyən bir adam, okey, ölkə nə üstündə? Maddi sərvətlər və infrastrukturalar. İnfrastrukturalar dedik nə deyilir? Vergi. Okey, vergidən nə yayılır? Mənim bu günləri məktəbdə 450 manata işləyən, orta məktəblərin birində müəllimə işləyən 450 manata dövlətimə vergi verirsə, mənim hərbi qüvvələrdə hərbiçi kimi xidmət edən ən aşağı rütbə kiçik çavuşu dövlətə vergi verirsə, daxili işlər orqanlarında xidmət edən ən aşağı rütbə polis çavuşu, polis kiçik çavuşu işləyərək dövlətə vergi verirsə, okey, hansı ki bunlar dövlətə xidmət edən şəxslər, müəllimə dövlətə xidmət edir, polis dövlətə və xalqa xidmət edir, hərbiçi dövlətə və xalqa xidmət edir. Okey, yəni bəs bugünkü gündə gələcəyimizi məhv edən bir insan, yəni Vəlizar kimisi dövlətə vergi vermir və Vəlizarın timsalında bütün TikTokerlər Azərbaycanda heç bir dövlətə vergi vermir. Hamısı gedib asan xidmətdə, xüsusən də jeton satanlar, Rüstəm jeton satışının borc dəftərini açsan, Parkazurda bir dənə çotaqlı ev düşür. Hamısı gedirlər asan xidmətdən, yalandan onlayn alış-satış adlı vəyin açırlar. Yəni düzgün vəyin tətbiq olunmur. Düzgün vəyin tətbiq olunmur. Onlayn alış-satış vəyini açıb, saxta maxinasiyalarla həm çirkli pulların yuyulmasına həyata keçirirlər və hər birinin, sıralamada gördüyünüz yayımçıların hər birinin kriptovalyuta hesabları var. Və kriptovalyuta hesabları ilə bir çox pul dövrələrinin, yəni milyonluq jeton, yəni bir yayımçıya bir yayımda 15.000 manat pul gəlir. Necə olur o? 15.000 manat pul. Səfər Eyvazova sırağa gün efirdə 15.000 manatlıq hədiyyə gəldi. 15.000 manat, mənim əzizim, ölkə başçısının aylıq əmək haqqısıdır. Bugün ölkənin TikTokeri ölkə başçısından üst leveldir. Bunu hara yazaq?
Yaxşı, bəs bizim inkişafda olan gənclərimiz təhsil mi almaq istəyəcək? Bizim inkişafda olan gənclərimiz tədris mi almaq istəyəcək? Bizim inkişafda olan gənclərimiz polis mi olmaq istəyəcək? Hakim mi olmaq istəyəcək? Hüquqşünas mı olmaq istəyəcək? Nə bilim, yanğın söndürən mi olmaq istəyəcək? Heç kim olmaq istəməyəcək. Ölkə rəsmən bugünkü gündə otuzdurulub TikToka. Az yaşlı uşaqlara Vəlizarın o dilvurma videosunun treyningindən verə uşaqlarımızı məhv eləmiş. Bugün bütün 11-12 yaşlı az yaşlı uşaqlarımız TikTokdadır. Az mı eşidirsiniz xəbərlərdə 2 yeniyetmə bir-birini bıçaqladı, 2 yeniyetmə bir-birini nə bilim sındırılma videosu çəkdi. Nə günə qoyublar? Onlar da təlim keçirlər, nə keçirlər? Hərbi vertolyotlar, zatlar. Ay Allah, bu nə var? Sözün əsl mənasında dünya dağılır. Amma yeganə bir şeyimiz mövcuddur ki, sakitçiliyimiz. Amma okey, bizim öz sakitçiliyimiz, yəni bizi sakit buraxanda biz daxildən bir-birimizi yeyirik. Və bu günləri biz daxildən bir-birimizi yeyirik. Bəli, TikTokda gözəl yayımçılar var. Sevə-sevə izlənilməsi yayımçılar var. Baxa-baxa izlənilməsi yayımçılar var. Məsələn, TikTokda məhkəmə xəbərləri verən Orxan Rasifoğlu var. Hüquq sahəsi üzrə danışır, müəyyən şeylər insanları elmləndirir, inkişaflandırır. Arada bir yarış aparır, 5-dən 3-dən qazanır, yığılır, xəstətasının dərmanlarını yetişdirmir. Bu gün Orxan Rasifoğlu 100 nəfərlə oturur. Məsələn, izlənir, baxın. Nəyə görə? Çünki maraqsızsan Orxan. Çünki bizə belə deyək, maarifləndirici yöndə xidmət edən şəxsləri qorxuduruq. Necə Orxanı qorxutdularsa. Orxan mənlə bir yerdə Üz generallarla mübarizəyə qoşulmuşdu. Həqiqətən mübarizəyə qoşulmuşdu. Mənlə bir yerdə çiyin-çiyinə TikTok üz generallarla mübarizəyə qoşulmuşdu. Adam 3 gün davam edir. 4-cü gün adama bir zəng gəldi. Özdə hardan? Üst leveldən. Necə çərət? Sual üzdən İraq hansı vəsaitlərlə və hansı dolayısı yollarla bizim məclislərdə görüb də ayağa qalxıb kəllə görüşdüyümüz hörmətli şəxslərə necə əlaqə kontakt qurur? Bunu bilmirəm. Bir də gördüm ki, Orxan dedi qardaş, mənə icazə verilmir, üzrlüsən. Yəni bu günləri millətə, xalqa, xeyrə xidmət edəcək nə varsa qarşısına alınır. Bu millətin yəni beyni yuyulmaqdan ötürü, xoşqeyrət olmaqdan ötürü, biqeyrət olmaqdan ötürü, yəni adamın ailəsini, uşağını söysünlər, adam açıb PK aparsın, yəni vecin olmasın dünya. Yəni sözün əsl mənasında adamın gözünü qabağında arvadını zorlasalar, adam axşam saat 22:00-da çıxıb PK-sını verir. O dərəcədə. Solimolini hər biriniz çox gözəl tanıyırsınız. Sibriz cırığı deyirdilər. Buna çox üzr istəyirəm ifadəmlə. Bəlkə də narkoman olur. Yəni Solimolini real həyatda tanıyan bəlkə narkoman olur, amma prestij narkoman olur. Narkomanın prestiji ən üst levelində. İndi bilmirəm desin ayıq həyat yaşayır, necə həyat yaşayır, deyə bilmərəm. Bu günləri deyirlər ki, Solimolinin nişanlısı var. Mən prosto как говорят, я в ахуе. Ну как это быть? Hansı özünə hörmət edən oğlan Solimolinin evinə gəlin gətirir? Hansı özünə hörmət edən oğlan? Solimolinin kaydını göstərim mən sizə və Solimolinin kaydında bu gün TikTokun diafrazması bax bu gündədir və güc strukturlarının da və ümumiyyətlə digər strukturlarında baxıb da susa biləcəyi bir infrastruktura budur. Ancaq bu videonu sən etsəydin, bu gün sən ya sutkalıqdaydın, ya da suraqda. İnanmırsınız, baxın. Mənə bax, çoxdur bir dənə şəkilvi göndər. Dizimdən necə şəkilvi? Nətər az? Mən ölüm mənə bir dənə bax, çoxdur şəkil. Özün bildin də bildin. Mənə bax. Yer olmayana qorxub eləyərsən. Anadan qorxu. Nədən qorxu? Ay məhəbbət. Qalınsan. Bu evdə zasos var, baxın. Bu dörd tərəfə bu. Biz zasosu görünməz yerə qoydururuq, ağıllı olun. Qulaq et, indi bu nədir buradan sallamısan? Asetdir, hə, daş başına. Amma xahiş edirəm içərisə, olan var, olmayan var. İçəri salım. Qulaq az görünməyən yer haradır ki? Bu başqa yerlərdir. Məsələn üçün də. Ben o gün məndən telefonda danışdım. Lalka deyir ki, məsələn Lalka deyir ki, dağların arasında. Dağların arasında zasos olmur, tük olur. Bax belə. Yəni bu kiçik bir icmaldır. Daha çox icmallar mənim Telegram kanalımda var. Telegram Ziver Atlan Xət TV. Girib baxa bilərsiniz. Orada mənim elə bir kayıtlarım var ki, TikTokerlərlə bağlı elə bir arxivlər var ki, gəl görəsən. Gəl görəsən. Məsələn mən TikTokda yenə deyirəm, Tərlan 071 mən sənə video çəkmirəm. Mənim sənə video çəkmək proqramım tamam başqa cür olacaq. Mənim sənə videolarım tamam başqa cür olacaq. Mən bir şey bilirəm ki, sən dostluğa qiymət verməyən insansan, sən yoldaşlığa qiymət verməyən insansan və sən insanlığa qiymət verməyən insansan. Bunu mən tam səmimiyyətimlə deyirəm. Sənin üçün bugünkü gündə biraz kreditin var, krediti bağlamaqdan ötürü kimə necə girin. Səndə bir dənə boş bu funksiyonluqdur. Mən sənə tamam başqa cür bir kəşf etmişdim. Və sən bunu özün də bilirsən ki, mənim sənə qarşı podxodum necə olub, münasibətim necə olub. Amma sən bu sadaladığım 3 şeyə çox mütəmadi olaraq layiq olan insansan.
Tərlan 071-in dekabr ayında bir problem olmuşdu. Bir obyekti reklamlamışlar. Xarici qənimlə ilə bağlı nəsə bir obyekt reklamlamışlar. Həmin obyekt yarım milyona yaxın patmışdı insanlara. Və o obyekti yeganə Tərlan reklam eləmişdi 11 ilə bir yerdə. Həmin vaxtı heç bir TikToker, heç bir bloger Tərlana görə video çəkmirdi. Bir dənə mən video çəkdim. Bir də bizim bu Almaniyada yaşayan Elman qardaşımız var, o video çəkdi. Biraz dəstək olduğundan müəyyən bir şey. Bir iki dənə də Pasayuzla öz divijenamızda ona bir dənə bir şeylər etdik və bundan sonra Tərlana hər kim TikTokda xod eləməyə çalışırdısa, öz qohumu bilə Nəsirov, o belə Nahid Nəsirov, o belə ona xod eləyəndə onun papaşkasını biz vurubazdik ki, yəni müəyyən şeylər var da, yəni biz yoldaşlıq eləyiriksə, gözəl yoldaşlıq eləyirik. Məsələn, mənim yoldaşlıq elədiyim adamın olmadığı məclisdə kimsə onu pisləyərsə, mən adamın cavabını verərəm, ağzını iki yerə cıraram, sonra gəlib yoldaşa deyərəm ki, qardaş, belə bir məsələ oldu, mən sənə orada şəxs elədim. Yəni biz gedib üstü qaçıq eləmirik, hərəkətimizi eləyirik, sonra gəlib deyirik ki, qardaş, buna qarşı bu hərəkət olundu. Çünki çaşmışdı. Amma elə bir insan var ki, bu günləri bildiyimiz kimi nə qədər kayıtlar doludur. Solimolinin Tərlanı sındırmaq kayıtları. Sən mənim ağımıncuğumun başısan, sən mənim qaramuncuğumun başısan. Bir sözlə, hipofistik sözlərlə onu alçalda götürünədir. Neçə dəfə Solimoli də çox gözəl bilir. Yox yerdən bir 4 dəfə mən ondan Tərlana görə dalaşmışam. Canlı yayında Tərlanı alçatmaq istədiyim. Çünki müəyyən şeylər var ki, mən həzm eləmirəm. Sən talış balasısan. Mənim üzrü sayın Azərbaycanımızın din sütunu, elm sütunu, bəhrələnməyimizin əsas ana mənbəyi mənə görə cənub torpağından gəlib, xüsusən də Lənkərandan və Lənkəran mədrəsələrindən. Fazil Lənkəran ağadan başlayaraq saya-saya qutarmaz seyidlərimiz, alimlərimiz, uləmalarımız. Bu günləri Tərlan kimisini Sibris otel fahişəsi alçaldırsa, az qala ayağının altına ona yalatdırırsa və bu da ona baş əyirsə, bu nakişilikdir. Ən axırıncı estafet sırağı günlərdə Raya Doğanların canlısında olanda qayıtı dedi ki, Zver gedib Tərlanın tərəfini tutur, amma Zver özü bilmir ki, Tərlan canlı yayımda oturub körpəsinə pampeskulu dilənir. Geçsin ona da dillənsin. Okey, mən gözlədim ki, yəni söhbət mənim körpəmdən getmir, söhbət Tərlanın körpəsindən gedir. Və həmin vaxtı mən Tərlana qardaş dedimsə, onun körpəsi mənim körpəm sayılmış olurdu. Mən orada onların massına görə qəşəng cavab verdim. Necə lazımdır? Belə hərəkətimi, yəni Tərlana görə hərəkəti elə elədim ki, orada mənim üstümə silah dirətdirdilər raydan sonra. Silahlı baskı dirətdirdilər burada mənim üstümə. Yəni o silahlı baskının başlama nöqtəsi, ana mənbəyi oradan idi. O da qardaşlıq, yoldaşlıqdır. Nəticə nə oldu Tərlan? Alnımıza silah da dirəsələr, sözümüzdən və yolumuzdan dönmədik. Yox, hələ də bu günləri onları mən pazlayıram. Elə deyil, hə? İndi söyüş söyləmək istəmirəm. Ən ağır söyüşlər indi yenə başlayacaq meşə layihələrimiz, olsa burası necə lazımdır, taktoku. Yəni kişi elə kişinin yanında durarsan, bu gün görürsən ki, sənə görə ayağa qalxan oğlana artıq əski hərəkət ediblər. Hə? Olub da telefon məsələsi, sınmaq məsələsi, hə? Bir dənə oğlanlığın yax çıxmadı ki, çıxıb bir dənə video çəkəsən ki, belə Zver mənə görə qaqaşlıq elib, Soli sənin ağzı və belə-belə, Raya sənin ağzı. Niyə? Hə, kran yerin gəlir. Okey, yaxşı, mən pisəm. Bəs sənin evindəki yoldaşın, Zevcən, həyat yoldaşın, sənin həyat yoldaşın da bir vaxtlar TikTokda yayımçı olub. Düzdürmü Tərlan? Hə? Həyat yoldaşın TikTokda yayımçı olub. O TikTokun palajinəsini ən az sən qədər bilir. Bəs yaxşı, bu bir xanım, heç yayımçı belə olmasın, bir qadın olsun. Necə özünə sıxışdırır ki, yəni Raya vışki marka fahişədir. Və bunu sən və sənin yoldaşın çox gözəl bilirsiniz. Yəni, necə özünüzə sıxışdırdınız ki, hansısa bir fahişə sizin körpəvizin adını 3000 adamın içində ağzına alır lağ kimi. Yəni, bu necə olur? Nətər olur? Demək ki, siz buna razı insansınız. Yəni, özünüzü alçaldacaq qədər şəxsiyyətsizləşmişsiniz. Liba boğazınız boş qalmasın deyə. Liba mədəviz dolsun deyə. Mən sonda onu deyə bilərəm ki, bizim cəmiyyətimizi TikTok sahəsi üzrə ən çox bugünkü gündə qlobal şəkildə məhv eləmə periodu gedir. Və biz və bizim kimlər ona irad bildirməyə çalışanda bizə maksimum məhdudiyyət qoyulur, səhifələr vurulur, videolar silinir. Bilirsiniz nəyə görə? Millətin gözünü açmayaq deyə. Millətin gözünü açmayaq deyə. Millətə yəni yatdığı yuxudan oyatdırmayaq deyə bizim qarşımız, yəni bizim qabağımız maksimum dərəcədə alınır. Hər nə gücünə olursa olsun. Amma yaxşılar pislərlə mübarizədən çox kiçik bir ordu ilə hərəkətə keçir. Amma həmişə sonda yaxşılıq qalib gəlir. Mövzularımız davam eləyəcək. Yaxşı bir proyektlərimiz var. Gözəl canlı yayımlarımız olacaq. Kanalımıza abunə olun. Bildirimləri açmaqdan ötürü orada klikləyin ki, biz paylaşanda, video paylaşanda sizin səhifənizdə olsun. Qabaqda çox gözəl bir video kontentlərim gələcək. Təkrar edirəm Tərlan, mənim hörmət etdiyim insanlara video atıb da CV'yə çıxartıb da mənə zəng elətdirmə. Mənim ətrafım çox gözəl bilir ki, hədiyə TikToker zakazı eləmək olmur. Almaniyada yaşayan bir həmyerlimiz var, götürüb ondan mənə zəng elətdirirsən ki, sənin haqqında məsələləri sonlandırır. Mən o həmyerlimizlə axırıncı dəfə danışanda qayıtdım dedim qardaş, belə məsələ var və geniş bir izahat verdim ki, 45 dəqiqə yaxın ondan telefon danışdım. Və o adam dedi, mən də qayıtdım dedim ki, heç olmasa bir həftəlik, 10 günlük sənə görə yəni məsələni sonlandıraram. Görə mənə nə effekt verir? Və mən o bir həftəlik, 10 günlük məsələni sonlandırdığım ərəfədə sən 2 dəfə Solimoli ilə efirə çıxmısan Tərlan.
O adam gəlsin səni necə müdafiə eləsin, mən necə sənin haqqında danışmayım. Çünki həqiqətən pulun acizisisən. Nə qədər də çıxıb oğlanlıqdan danışırsan, pulun acizisisən. Mən buradan mənə tanıyan hər bir şəxsi tanıyıram. Mən sizi təzə tanıyıram. Mən sizi təzə bir-birimizə hörmət edirik, salam veririk, sağ ol deyirik. Üzrü sayın. Mənim həyatımda rolu və əməyi olmayan bir insanların valla mənim üçün xətri hörməti əsassızdır. Əsassız adam mənə deyir, mən səndən inciyəcəm, mən sənə küsəcəm. Deyirəm qardaş, sənin məndən TikTokerə görə incinməyin nizaşlıdır. Və sən Tərlan üçün heç vaxt maraqlı bir insan deyilsən. Tərlan o Tərlandır ki, bir dənə sənin türmədə olan adamıva görə 2 dəfə video çəkib deyəndən bir həftədə ondan oturub danışır ki, mən görürsən, mən sənin türmədə olan adamıva video çəkmişəm, görürsən, mən sənin türmədə... Okey də, kişi heç vaxt elədiyini deməz, elədiyini də başa vurmaz. Deməksə onu eləmirsən ki, sən onda qarşılıq verdimsən, sabah sənin quyruğun qaparasında qalanda həmin adamı əldə əsas tutub cəmaata nəqruzət eləyəsən ki, davay mən belə şey eləmişəm, durun mənim zaşət edin. Çalış, elədiyin hərəkəti öz gücü verə. Mənim ətrafımda olan insanlardan da heç vaxt mən məqsəd yönlü şeydə nəyəsə xahiş eləməmişəm. Nəyisə də eləsəm, əziyyətini çəkmişəm, qulluğuna durmuşam. Çalış, mənə hörməti, mənə əziyyəti, mənə vəziyyəti çerez kimin səlindən yox. Elə öz kişiliyinlə tanıdır. Bunu çalışa bilmirsənsə, mən də sənə deyirəm, keçəcəm yox, biləcəm yox. Təqrədən təkrar edirəm, sənin üçün adden bir ekskluziv olacaq. Hörmətli izləyicilərimiz, bununla da hələlik bu dialoqumuzu sonlandırırıq. Qarşıda gözəl məqalələrimiz gələcək, gözəl reportajlarımız gələcək. İzləmədə qalın. Bir sizə o TikTokerlərin iç yüzünü, ailəsini, kimliyini, övladlarını və yaşayış tərzlərini, saxlayanlarını, sponsor eləyənləri, kimin saxladığı olub, kimdən necə olub, hamısını bir sənədli bir material olaraq sizin diqqətinizi çatdıracağam. Məqsədim budur ki, hörmətli gənclərimiz, bu TikTokdakı olan bu çirkinlərlə, əxlaqsızlarla qidalanmayın və onları müqəddəsləşdirməyin və onları övladlarını, ailələrini, ətrafını bütləşdirməyin. Ən gözəl insanlar sizin valideynlərinizdir, ən gözəl insanlar sizin özünüzsünüz. Çalışın bu həyatda TikTok kimilərlə yox, təhsillə, savadla. Çünki ölkədə yeganə qarşısı alınmayan məhdudiyyət təhsildir. Təhsilin olduğun bir vəziyyətdə dünyanın istənilən bir nöqtəsində həyat qurmağa da vacibsən, həyatı yaşamağa da vacibsən, həyatda bir gözəl ömür sürməyə də vacibsən. Diqqətinizə görə minnətdaram. Sonda və sonda harda olmağımdan asılı olmayaraq, tutduğum və vəzifədən qəti şəkildə heç bir vaxt asılı olmayaraq öz çıxışlarımla, xidmətlərimlə Azərbaycan Respublikasına xidmət edirəm. Diqqətinizə görə minnətdaram. Biz birlikdə güclüyük.